AB'ye paraleldir. NMK bucağı 60 dərəcə, M-in 12 sm olarsa, M nöqtəsindən B düz xəttinə qədər olan məsafəni tapın. Paralel düz xətlərin kəsən əmələ gətirdiyi daxili çarpaz bucaqların bərabərliyinə əsasən bucaq KMN və bucaq burada MN bir dənə nöqtə götürək. M düz nöqtəsindən B düz xəttinə bir perpendikulyar çəkək. Bura A nöqtəsi desək. MNA bucağı da KMN bucağı ilə daxili çarpaz olduğu üçün bərabərdir. Yəni bu bucaq da 60 dərəcədir. M-in düz xətti 12 sm-dir. Bucaqlardan biri, yəni burada düz bucaqlı üç bucaq alınır və iti bucaqlardan biri 60 dərəcədirsə, digər bucağımız da 30 dərəcə olacaqdır. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni burada M-in 12 sm-dırsa, AN də olacaq 6 sm və 60 dərəcəli bucağın qarşısındakı katet kiçik katetin kök altda 3-ə hasilinə bərabərdir. Bu da AM olar.